Yuxusuzluq bu nevroloji problemdirmi? Yuxu pozuntusu həmişə nevroloji problem deyil. Çünki bəzən müəyyən bir ölkələrə səyahət eləyəndə, coğrafi mühitimizi dəyişəndə və yaxud da ki, tox qarına yatanda, müəyyən şərtlər daxilində insanın qısa bir müddətdə yuxu pozuntusunu yaşaya bilər. Amma bu problem xronikidirsə və heç bir səbəbi olmadan yuxumuz gəlmirsə, yata bilmiriksə və başımızda fikir varsa, bu artıq nevroloji problem ola bilər. Və ən əsası, stress baş ağrısı yarada bilərmi? Demək olar ki, elə bir insan tapılmaz ki, onda gərginlik baş ağrısı olmasın. Məhz stress gərginlik baş ağrısı yaradır. Həqiqətən də stressdən, həyəcandan, narahatçılıqdan sonra insanların başında sıxılma tipində, sanki başı bir nəyləsə sıxırsan, gərirsən tipində baş ağrıları ola bilər. Bax, bu gərginlik tipli baş ağrılarının əsas səbəbi elə məhz stressdir. Əziz dostlar, əgər bu videoya baxdıqdan sonra düşündünüz ki, ən azı bu simptomlardan biri məndə varsa, zənnimcə artıq müraciət etməyin vaxtıdır. Çünki vaxtında insan öz sağlamlığının, səhhətinin üstünə düşməsə, sonra onun üstünə daha böyük bir yük düşə bilər. Həm sağlamlıq baxımından, həm də əlbəttə ki, büdcə baxımından.